أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين بارئ الخلائق أجمعين وباعث الأنبياء والمرسلين خالق السماوات والأرضين والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم محمد وعترته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Allah Tebareke ve Teala ibadetlerimizi kabul eylesin inşallah. Allah Tebareke ve Teala özümüzün, ata-anamızın, şəhidlərimizin günahından geçsin, bizləri bağışlasın inşallah. Qul səhvisiz, xətasız olmaz. Bizim də səhvlərimiz, xətalarımız Allah qarşısında şübhəsiz ki vardır. Allah Teala rəhimlidir, mehribandır, bağışlayandır. İnşallah o baxışı ilə, o rəhməti ilə bizi də əhatə eləyər və bağışlayar inşallah. Sırağa gün bir neçə gün bundan qabaq, yəni sırağa günlər bu həftə ərzində, yəni keçən cümə ilə bu cümənin arasında Şəvval ayının 25-i Ağa İmam-ı Sadiq əleyhissalamın şəhadəti idi. Həzrətin bir kəlamı vardı. Ağa o halda ki məriz idi, xəstə idi və hal-i ehtizardaydı, dünyadan köçmək üzrə idi. O anda ağa gözlərini açdı və buyurdu ki, mənlə qərabəti olanlar, yəni qohumlar ki vardı, hamısını toplayın, sözüm vardı. Çağırdılar hamısını, Bəni Haşim, hamı gəldi, hamı toplaşdı. Ağa buyurdu ki, bilin və agah olun. Biz Ali Muhammedin şəfaəti namazı yüngül sayan adama yetişməz. Bunu ağamız buyurdu. Bizim şəfaətimiz namazı yüngül sayan adama yetişməz. O adam ki müstəhəb səlatdır, yəni namazı yüngül sayır, o adama yetişməz. Söz buradadır ki, namazı yüngül saymaq, yəni nə demək? Bəzən görərsən ki, bizdə bunu həml eləyirlər, namazı yüngül saymaq, əvvəl vaxtında qılmamaq. Bəzən buna həml eləyirlər, amma belə deyil. Bəzən görərsən ki, elə namazı əvvəl vaxtında qılmamaq da yüngül sayılar bəzi vaxtlarda, amma bəzi vaxtlarda xeyr. Misal üçün, risalələrdə də var, belə bir qayda varımızdır. Bir adam yorğundursa, yuxuludursa və namazın vaxtı gəlib yetişibsə, şəriət deyir ona ki, yaxşı olar ki, o yuxulu vəziyyətdə namaz qılmaqdansa, yat dincəl, durub namazını qılarsan. Biraz gecikər namazın, 1 saat gecikər, 2 saat gecikər. Ya bir nəfər səfərdədir, qəsr qılacaqdı namazını, saxlayacaq, yolun kənarında, bir məsciddə filanda, nə edəcək? Namazını qəsr qılacaq. Belə bir adam əgər axşama qədər, namazın vaxtı keçməyənə qədər gəlib mənzil başına yetişəcəksə, şəriət deyir ki, saxla namazını, gəlib evində tam qılarsan, qəşəng qılarsan. Bəs namazı yüngül saymaqlıq, namazı əvvəli vaxtda qılmaq savabdır, gözəldir.
Amma belə deyil ki, bir insan namazı əvvəli vaxtında qılmadı, o yüngül saydı. Xeyr, elə deyil. Bəzi vaxtlarda görərsən ki, yüngül saymaqlıq səbəb olar namazı vaxtından gecikdirməkliyə. Bəs namazı yüngül saymaqlıq nə deməkdir? Namazı yüngül saymaqlıq o deməkdir ki, insan namaza etinasız ola. Bəzən görərsən ki, bu etinasızlıq pakmırdallığa riayət eləməməkdən irəli gələr. Misal üçün, libası kirlidir, çiklidir, murdardır, o ilə görürsən ki, namaz qıldı. İnşallah qəbuldur. Xeyr, elə deyir. Şəriət sənə deyir ki, gərək libasın nə olsun? Pak olsun, təmiz olsun, tahir olsun. Ya bədən murdardır, elə elənçinə neyniyə namazın qıla. Bu cür nə şeylər insanda namaza etinasızlıq səbəbindən baş verər. İnsan namaza yüngül yanaşar. O cümlədən də onların biri elə bizim dediyimiz kimi əvvəl vaxta namaz qılmamaqlıq. Oturubdur, işi yox, gücü yox, heç yorğun da deyil. Amma namazın vaxtını neynir? Gecikdirir. Ayə-i şərifədə Allah təbarəkə və təala buyurur. Buyurur ki, 45-ci ayədi Ənkəbut surəsindən Ütlu ma uhiyə iləykə minəl kitabi və əqimis səlat. Oxuyunan, tilavət eləginən o şey ki, sənə vəhy olunubdur kitabdan. Quran-ı Kərimdən oxuyunan. Nə qədər Quran çox oxusun, o qədər çox nə olacaqsan sən? Hidayət tapacaqsan, bunu bilin. Bunu Həzrət Əli əleyhissalam buyurur. Qurandan nə qədər oxusun, o qədər neynərsən? Hidayət taparsan. Quran özü nədir? Hadidir. Hidayət edən kitabdır. Allah təbarəkə və təala bu Quranın haqqında bir çox yerlərdə hidayətçi olmaqlığını buyurubdur. Əlif Lam Mim Bəqərə surəsinin əvvəli. Əlif Lam Mim Zalikəl kitab la reybə fihi hudən lil muttəqin. Hidayət edəndir təqva əhlilərini. Hudəndir, hidayətçidir. İnnə hazəl kitab yəhədi lilləti hiyə əqvəm. İsra surəsində. Bu kitab haman o kitabdır ki, insanı hidayət. Bəs ütlu ma uhiyə iləykə minəl kitab. Kitabdan nə qədər sənə vəhy ki olunubdur, onlardan tilavət eləginən. Və əqimis səlat. Və namazı qılginən. Namazı qaim eləginən. Ki innəs sələtə, ki həqiqətən namaz, Allah buyurur ki həqiqətən namaz tənha anil fəhşai vəl münkər. Fəhşa və münkər acığa gələn işlərdən insanı uzaq eləyər. Bəzi işlər vardır ki, onlar görərsən səbəblər, ürfüdə də var bizdə. Misal üçün, var şəriətdə ki, bir qardaşının evinə gedəndə, dostluğun evinə gedəndə bir hədiyyə apar giran. İmkan qədəri də indi bir dənə hədiyyə. Biraz şirini al, ya ət al, ya misal üçün çörək al, bir şey al, apar giran. O məhəbbət icad eləyər, o işi görməklik. Qohumlardan məhəbbət icad edir. Bir də əli boşla geçsən, getmirsən. Amma yaxşı olar ki, bir şey alıb aparasan. Bir şey alıb aparanda, əgərçi də onun ehtiyacı yoxdur. Amma o nədir? Bir əlaqəni möhkəmləndirər. Məhəbbət icad edir qəlblərdə.
Dostun dosta bir şey bağışlamaqlığı, insanların qəlbində məhəbbət icad edən. Bəs bəzi şeylər vardı ki, onlar bir para şeylərə səbəbdilər. Şəriətdə də vardı. Misal üçün deyir ki, ayaq üstə şalvar geymə, otur geyin yenə. Ayaq üstə şalvar geyməklik illətini də buyurur. İnsanı fəqir eləyər. Fəqir olar, ehtiyaclı olar. Amma şalvar geyməyin ona nə əlaqəsi vardı fəqirliyə? Amma vardı ki, şəriət buyurur. Biz dini İslami nəyə görə, nə üçün sözlərini qoymuşuq kənara, əimmənin, imamın, peyğəmbərin buyurduqlarını özümüzə düstur qərar vermişik və onun illətində heç soruşmadan biz neynərik? Əməl elərik. İndi namaz qılmaq da səbəb olur bəzən görürsə, insanı pis-pis işlərdən uzaqlaşdırır. İmam Hüseynə salam verməklik, İmam Hüseyni ziyarət eləmək, insanı qoruyar günahlardan. Qoymaz insanı, günahı qoymaz ona yaxın gəlsin. Ya günah qarşısına çıxanda, misal üçün, qaytarar onu. Ya misal üçün, Ramazan ayında, misal üçün, hər kəs 3 dəfə, rivayət varımız, 3 dəfə hər kəs Covşan Kəbir duasını oxusa, günah ona yaxınlaşmaz. İstəsə günah eləsin, Allah qoymaz onu günah. Bir mane çıxar qarşısına. Belə şeylər vardı şəriətdə. Burada da Allah Teala buyurur ki, İnnəs-sələtə, ki həqiqətən namaz tənha anil fəhşai vəl münkər, insanı fəhşa və münkər işlərdən, bəyənilməyən işlərdən uzaq eləyər və lə zikrullahu əkbər. Və Allah Teala'nın böyük zikirlərindəndir. Vallahu ya'lamu ma təsnaun. Allah bilir siz nə işlər görürsünüz. Əqimis-sələtə li-zikri. Başqa bir ayədə Allah Teala buyurur ki, əqimis-sələt. Namazı qılcına nədən ötürü? Li-zikri. Mənim zikrimdən ötürü. Yəni, mən sənin zehnində olum, mən sənin fikrində olum, düşüncəndə olum. Və namaz belə bir şeydir. Ağamız buyurur ki, Həzrət Resul-i Əkrəm sallallahu aleyhi və səlləm buyurur ki, لِكُلِّ şeyin vəchun, ya vichatun. Hər bir şeyin üzü vardır, siması vardır. İnsanın üzü var, elə deyir. Görürsən, bəzən də evin üzü var, qarşı tərəfi. Görürsən, maşının üzü var, qarşı tərəfi. Hər bir şeyin üzü var həyatda, ağa buyurur. Vəchhu dinikum, sizin dininizin üzü sizin namazınızdır. Kim nə cürə namaz qılırsa, onun dini o cürə görsənir. Küfür qılırsa, küfür görsənəcək, gözəl qılırsa, gözəl görsənəcək. Yaxşı namaz qılarsan, gözəl namaz qılarsan, Allahla əlaqən olar, qəlbini Allaha bağlayarsan, fikrində Allah olar, namazın da göyçək olacaq, qəşəng olacaqdır. Və dinivin üzü nə olacaq? Yaxşı olacaq. Həzrət Əmir əleyhissalam buyurur ki, hər bir insanın işi bağlıdır onun namazına. Dünya işləri laf belə, dünya işləri, həyat işləri. Hər bir insanın işi bağlıdır onun namazına. Əgər namazı yaxşıdırsa, başqa işləri də yaxşıdır. Yox, namaz xarabdırsa,
əskik qılır, oğurluq buyurur. Bilirsiniz də, ən oğru insan Peyğəmbər kimi buyurubdu? Həzrət Rəsul Əkrəm buyurdu ki, ən oğru insan, o insandır ki, namazından oğruya, rükusundan, səcdəsindən oğruya, vəqfilərə riayət eləməyə, qiraətində vəqfilərə riayət eləməyə. Bismillahirrahmanirrahim, elhamdülillah, Rabbil aləmin, Rəhmanirrahim, Maliki yevmiddin, bu cürünü oxuya. Bu nə namazdır? Allah bəyəm səni məcbur eləyib bunu qılmaqlığa. Qılma günan da onu. Dayan, qəşəng qıl günan. Bir dənə qıl, əməlli qıl. Əməlli başlı qıl günan. Bəs namaz nə cürədirsə, Ağa Əmir əl-Müminin buyurur, dünya işlərimiz də o cürdə olacaq. Kimin namazı nə cürədir? Peyğəmbər də buyurur ki, sizin dininizin siması namazınızdır. Namazınız gözəl olsa, dininiz də gözəldir. Hər bir şeyimiz gözəl olacaq. Yox, əgər namazımız kefirdirsə, yaxçı deyilsə, yaxçı namaz nəyə deyərlər və kefir namaz nəyə deyərlər? Bir dəfə mən deyirəm, Allahu Əkbər, başlayıram namazı, fikrim gedir öz işlərimin arxasıca. Bir dəfə də görürəm ki, deyirəm, Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu. İşlərimi gördüm, qurtardım. 2 rəkət, 4 rəkət namazın içərisində. Bu namaz nədir? Bu namaz küfür namazdır. Qəlbin başqa bir şeyləndir, dilin başqa bir şeyi deyir. Sən burada deyirsən, İyyâke na'budu və İyyâke nesta'in. Müxatəb kimi qərar verirsən? Allah'ı. Deyirsən, Allah, yalnız sənə ibadət edirik və yalnız səndən kömək istəyirik. Amma qəlbin hardadır? Nəsə hansısa bir işlə məşğulsan, o küfür namazdır. Amma gözəl namaz odur ki, bu da uyğun ola biri-biriylə. Bəli, Allahın qarşısında olmaqlığı neyniyəsən, düşünəsən. Çox mühüm bir məsələdir bu. Bəzən də görərsən ki, bu dünya işlərimiz ki var, heç vaxt düz gəlmir, namazımızın düz olmamaqlığından irəli gələr. Bu çətinliklər ki baş verir, namazın düz olmamaqlığından irəli gələr. Bəzən də görürsən, olar belə bir şeylər. Çünki bu, dedik də, bəzi şeylərdə səbəb vardır. Heç görərsən ki, əlaqəsi yoxdur. Nə əlaqəsi vardır günah işlərin, namazla? Amma Allah buyurur ki, İnnəs-sələtə tənhə anil fəhşai vəl-münkər. Namaz insanı fəhşa və münkər işlərdən neyniyər? Nəhy elətdirər. Bu çox mühüm bir məsələdir. Buna diqqətli yetirmək lazım, diqqət yetirmək lazım. Biz 5 gün, 3 gün bu dünyada varıq. Heç kəs bilmir ki, kim nə qədər yaşayacaq, nə cürə yaşayacaq, nə qədər olacaq ömrü. Allah hamıya uzun ömür versin. Allah hamıya can sağlığı versin. Bəzən də görərsən ki, artıq o ayaq üstə durub, dayanıb namaz qılan adamlar, bax burada əyləşiblər. İndi daha ayaq üstə dayanıb qıla bilmirlər. Oturan yerdə qılırlar. Bəli, nöqsanlı da namazda. Elə deyil. Hardan bilirəm ki, mənim bu sağlamlığım daimi olacaq? Hardan bilirəm ki, mənim həyatım əbədi olacaq da, ardıcıllığı olacaq, 10 ildə yaşayacağam? Mən bunu bilirəm, xeyr. Mən bir dənə nəfəs alıb verməkliyə sahib deyiləm. Nəfəs alıb buraxmaq, o nəfəsi qaytarmağa sahib deyiləm. Mən buna sahib deyiləm. Bunu mənə verən veribdir. Bu canı o veribdir mənə. Nə bilirəm? İndi ki, bu qədər varımızdır, bu namazımızı diqqətli qılaq.
namaza dayananda, o iqaməni deyəndə özümü təcrid eləginən həyatdan, deginən hər bir şeyi unuduram. Hər bir şeyi yaddan çıxardıram, amma üzümü Allah'a çevirirəm. Bax gör, Molla Əmirəl-Mömininin eşitmişsiniz də məşhurdur, məşhur hədisdir. Ayağından oxu çəkib çıxartdılar. Niyə? Namaz üstündə ayağından oxu çəkib çıxartdılar. Niyə? Çünki Əmirəl-Möminin namazı qılanda hər bir şeyi unudurdu. Hətta özün də unudurdu. Özü də yadında olmurdu. Yalnız Allah'ı ilə zikr edirdi. İndi sən gəl yetişkinən Peyğəmbərin namazına. Gör, Peyğəmbərin namazı necə olubdu. Və o cürə namaz qılmaq lazımdır. Ona oxşatmaq. O cürə ki, biz bacarmarıq, amma ona oxşatmaq lazımdır. Özü təcrid eləyəsən həyatdan və namazını qılasan. Əsas budur. Namazı belə qılmaq. İmam-ı Sadiq əleyhissalam ki, buyurur ki, biz Ali Muhammedin şəfaəti yetişməz. O kəsə ki, o adam namazı neynir? Yüngül sayır. Yüngül saymaq buna deyərlər. Diqqətli olmamaq. Namaza diqqətli olmamaq. Etinasız olmaq. Hətta qədim bəzən də görürdün, eşidirdi, filan şey itibdirdi, qoy namazı qılım, düşəcək yadıma. Yadı düzdür. Bəli, bəli. Niyə? Çünki namazda insanın zehni yığışır bir yerə, fikirləri yığışır bir yerə, dəqiqləşir insanın beyni. Əgər belə namaz qılsaq, insanın beyni yaxşı işləyəcək. Çox mühümdür. İnsanda zehnində bəzi qüvvələr vardır ki, onlar deyirlər, nə deyirlər? Onlar insanı görürsən ki, bir şeyi düşünməkdən ötürü tormuzlanması var onun beyində. Tormuzluyur, yəni saxlayır ətrafdan, diqqəti cəlb eləyir bir yerə. Onu biz hər gün namazda etməliyik. Onu eləsək bizim beynimiz də, zehnimiz də vərdiş tapacaq və beyin, zehin hər bir hadisədə düzgün nəticə çıxartmaq qabiliyyətində olacaq, bunu bilək. Orqanlarımıza da xeyri vardır namaz. Allah axirətimizi xeyr eləsin. Allah təbarəkə və təala bizi namaz qılanlardan qərar versin inşallah. Qıldığımız namazları da Allah da düzdür. Biz Allaha layiqincə ibadət eləyə bilmirik. Və bacarmırıq da. Və bacarmarıq da. Biz ona nail ola bilmərik. Amma Allahın lütfu olsa nail olarıq. Allah əcr versin. Allah kömək etsin.